Sabahı xeyir. Əsl dəmir sərvət sexi bax budur. Usta Sarxan Biləsuvar balasının sexi. O ki dəmir sərvət var, onun bunun bıçağını göstərir, onun bunun motorunu göstərir. Ay onun motorun tərəf pisləyir, ay bunun motoru ucuzdur, səfeydir, ay bunun bıçağı. Buradan ona demək istəyirəm ki, ay qaloş, bir dəfə aparatın bıçağını göstəribsən, ay paxıl. Bax bıçaq budur. Sən özünlə qıraqdan çıxıb, sən o dəmir sərvətsən ki, 4 il, 5 il bundan vaxtda mənə zəng vurdun ki, usta, hə, mən də sizin aparatdan gəlib bir dənə onun bıçağından yığmaq istəyirəm. Dedim, qardaş, yığ, pulu al, pulu qazan. Götürüb həmin videonu öz səhviyyə vurmuşdun ki, özünü tanıdasan. Buradan demək istəyirəm ki, sənə ayıb olsun. Ay qaloş və qaloşsan. Həqiqətən qaloşsan, duxun çatmır ki, mənim çıxıb qabağıma nömrə insən ki, çıxıb qabağıma söz deyəsən. Mənə zəng vurdun ki, belə, yox, dost kimi oturub çay içər. Dedim, sən kimsən, məndən oturub çay içərsən, çörək yeyəsən. Həmin dəmin sərvətsən ki, indi cəmaatın işini pisləyirsən, öz işini tərifləyirsən. Demək istəyirəm ki, bax, gör, mən bir dəfə özümü tərifləmişəm. Sən nə qədər belə çəkilişlər eləyəcəksən, sənin 5 dənə, 10 dənə videoların var, klientlər atıb mənə, motoru yanıb, klienti fırladıbsan, bıçaq qırılıb, klienti alladıbsan, əlavə pul alıbsan, zamanət veribsən, deyibsən, eləyəcəm, eləməyibsən. Kiməsə deyibsən, çatdıracam, Ağstafiyə aparat deyibsən, çatdıracam, cəmaatı alladıbsan, çatdırmayıbsan, harasa yolu da salıbsan, marşrut pul, taksi pul alıbsan. Yəni, elə eləmək ki, həmin videoları qoyum səhifəyə, sən bir dəfəli iş görməyəsən. Görürsən, mən elə şeylər eləmirəm ki, sən nə qədər baxıram səhifəyə, məni blok atmışdı. İndi görürsən, ya çıxardıbsan, yəni videoların görüşürəm. Görürəm ki, videoların görüşür, baxıram səhifədə, görürsən, bizim bıçaqlardan gətirib oraya qoyubsan, deyirsən, bu metallama gedəcək, hara gedəcək. Çünki sən qaloşsan. Bir nömrəli qaloş sənə deyirlər. Çünki sən nə yeri bilirsən, nə həddini bilirsən. Sən nə qədər elə videolar qoyacaqsan, mən də sənin pəl vırılmalı videoları çəkib qoyacağam ki, deyəcəm, sən dəmir sərvət döysən. Çörək qazanmaq istəyirsən, heç ilişmək. Gör kim ilişir. 10-dan 15 dənə adam var, hamısı aparat yığır. Gör kimdən bizim problemimiz var, heç kimdən. Aparat budur, belədir. Bıçaq sistemi belə yığılır, balansırıq olur. Və gəlib sonda bu nəticəni alır. Və sonda bu nəticədə içərisi olur. Bunun içərisindədir. Bu da gedir sizin öz ərazinize, emişli ərazisinə. Bıçaq sistemləri belə olur. Cəmaatı alladırsan, sənin Ağstavada klientin var ya, mənə dedi. Cəmaatı alladırsan, belə bıçaq göstərirsən. Sonra götürüb orada 90 qəpik, 70 qəpik bıçaq qoysan. Sən haçanından düz adam olubsan ki. Deyirsən ki, cəmaat 750-800 manat aparat alır, motoru pisdir. Bəli, 800 manat aparatı mən oğlan satmışam. 1000 manatlıq aparatı, bax, 1000 manata satdığım aparatı kampaniya satmışım, 200 manat endirimlə 800 manat satmışdım. Ay qaloş, bu pis motordur. Sən heç bu motordan tapa bilirsən, bax, mistar, super mistar, sən bu motordan tapa bilirsən. Dənə qara motor qoymuşsan ki, deyirsən, qoşa kondensator, qoşa brünlük. Qardaş, elə motor qoşa kondensator olur da. Deyirsən ki, 12 pər, motorun içində elə pər olur da, motorun içində pəri sən yerləşdirdin, yoxsa kondensatör sən qoydun, elə motor qoşu kondensatör, tək kondensatör motor olur ki, danışanda bir düzgün danış, cəmaata düzgün yöntəm ver, allatma cəmaatı. Və mən sənə söz deyirəm, bu dəfə də partlasam, gəlib səni mənə bax, sexirində mən səni ayıqlayacam, açıq deyirəm. Qabağıma dağda dursa, dağda gəlsə dura bilməz. Yəni, ağıllı ol. Yiyəsi bilir ki, mən deyirəm bu sözü. Ad çəkmirəm da. Çünki mənə yığsın, zəng eləsin. Mən sənə bir kitara yığdım, sənə videolar attım, klientlərin səslərini attım, videolar attım. Sən duxun çatmadı mənə cavab verməyəm. Götdün, WhatsAppdan məni blok atdın. Yaxşı oğlanı blok atmaz, sözün deyər. Ən azından görüşər, söhbət eləyər. Başa düşdün? Sən deyəsənlə məni yaxşı tanımısan. Mən səni özümü yaxşı tanıdacam bu dəfə. Sən çox ilişsən, mənə də ilişsən, başqa belə aparat yığıb, pul qazanan ustalara da ilişsən. Bax, mən sənə deyirəm, sən bir nəfər olacaqsan, biz 11 nəfər olacaq. 11 nəfər bir nəfərə baş biləcək də neynəyəcək. Yəni ki, başa düş bir dəfəli, heç kimə ilişmə. Gör, nesdən aparat yığan oğlan var. Mən birinin haqqında çəkiliş edib ki, məsələn, ilişirəm, qəti, ənzəyləm gedim. Bir dənə sənə ilişirəm, o da naxaldır, mən belə eləmirdim. Səhifəndə baxıram, görəm, hamıya ilişsən. Hamını pisləyirsən, ay səndən yox, sən kimsən, sən nəsən, sən dünən dümbülüşürsən, mən işləyəndə sən yox edin. Dedim ki, sən onda belə, mən bu dəmir sərvətdəyim, sən dedin, neyəsən, mən də bu dəmir sərvətdəyim, dedin, say çoxluq, bu səsi sən dedin, səsi üstündə qalır məndə, elinə və kəmin səsi yayım ortaya, bir abır olasan. Kişi sənə, kişiliyin olsun, qazananda çörək rahat qazan. Gör, kim kimə nəsə deyir, sən nə qədər elə axmaq səfiyyə çəkiliş eləyəcəksən,
Mən də sənə qarşı belə çəkilişlər deyəcəm. Düzdür qardaşım? Sağ olasın. Tamam, o baş üstündür. Bəli, bəli. Adın demirəm da bilir kimin haqqını yerim. Elləməsən adı da çəkək bir abr eləyək. Ki oğlansan hə. Operator sat, pulu qazan da. Ayaq para bel oldu, hel oldu, zırt oldu, pırt oldu. Bəs də ayıb gözü hörmət elə.